Görünen odur ki, Kiçik Çillə başlayır sözünü deməyə. Amma inanmıram ki, əvvəlki Kiçik Çillələr olsun. Çünki Kiçik Çillə gəlirdi və davam edirdi. Martın əvvəllərinə kimi. İndi sinoptiklər xəbər verir ki, nə bilim, bir 5 günlərdən sabahdan artıq mülayimləşəcək. Yəni baxarıq, hər halda elə bir şaxta da yoxdur. Sonra qardakı normal, qəşəng qar yağır. Yəni bərəkətdir bu qar. Gözəl qar yağır. Şaxta yəqin ki yoxdur. Çünki yerlər donmayıb. Bax burada görürsünüz mü? Burada az da olsa şey var, donmayıb yer. Amma gecə ola bilsin ki şaxta olsun. Gecə ola bilər şaxta olsun. Baxarıq hər halda. Görək necə olacaqsa. Bu meşə yoludur. Qar bağlayıb. Orada su var, görürsünüz, donmayıb. Orada biraz yaxınlaşdırım. Orada bir dənə gölməçə kimi yer var, donmayıb. Yəni bu deməkdir ki, şaxta yoxdur. Buradakı kəndə tərəf gedən yoldur. Mən yəqin ki, istədim əvvəl yuxarı qalxım. Yuxarı yəqin ki, yox. Hələ buradan düşəcəm. Üzü aşağı kənd tərəfə. Sonra oradan da yəqin ki, fırlanıb gedəcəm evə. Çünki gözəl bir qış havasıdır. Yəni səhər-səhər şaxta idi. Səhər-səhər möhkəm şaxta idi. Mən çıxdım bayıra, istədim çıxım bayıra, gördüm şaxta var. İndi qar yağır, amma şaxta yoxdur. Yaxşı mülayim hava var. Haradasa sıfıra yaxındır, amma hər halda donmayıb. Mən gəzməmdən hiss edirəm ki, donmayıb. İndi axşam baxarıq, görək necə olacaqsa. Düşdüm aşağı, gördüyünüz kimi. Ümumiyyətlə, buralarda aşağıda artıq qar azdır. Buralardan maşınlar da keçib. Yəni bu deməkdir ki, kəndə gəlmək istəyənlər rahat gələ bilərlər. Yerlər donmayıb, yəni buz bağlanmayıb. İndi ola bilsin, gecə bir qədər şaxta olsun. Amma bütün hallarda buz bağlanmayıb yollar. Yəni yol, bu kənd yolu kənarda yoldur da indi. Tanıyanlar bilir. Yəni buz yoxdur. Şaxta yoxdur. Sakit havadır. Buradakı çayda elə bir çayda biraz su çoxalıb az da olsa bu il sel sular da gözləmək olar. Çünki qar yağıntı xeyli olub. Və qabağımızdakı da artıq kəndi oldu, yəni qətiyyən buz yoxdur. Bu bir dəfə kənd yolu bir bağlamışdı. İndi yox, indi yaxşıdır. Yəni açıqdır. Açıqdır. Amma ki, gecə ola bilər ki, soyuq qar yaxsın və buz bağlasın. İndi sabah da baxar görək. Çox soğuk olmasa çıxıb bir baxmaq olar yola görək. Buz bağlayıb yollar yoxsa yox. Belə. Bütün hallarda Kiçik Çillə əvvəl kimi keçmir. Yəni Kiçik Çillənin bir hayküylü gəlmək olurdu. Qabaqlar, yerlər buz bağlırdı. Bir yarım metre kimi qar yağırdı. Soyuq şaxta. Bu da bizim kənd yolumuzdur. Yəni kəndə girən yoldur.
Bu tərəfdən Bakı tərəfdən gələn yerdir. Bu da kəndə girən tərəfədir, daxil olan tərəfədir. Belə burada da yoxdur, buz yoxdur. Amma yeniden gece qar biraz intensivləşə bilər və buz bağlaya bilər. O hələ ki yoxdur. Bu da bizim uşaqlığımızın keçdiyi qoz ağacı. Bir yay vaxtı qoz ağacının altında keçərdi vaxtımız yolun qırağında. Qozun hardasa yəqin 100-dən çox yaşı var. Hər dəfə nə 100 bəlkə də daha çox, 120-130. Çünki biraz böyüyüb də. İndi mənim 68 yaşı olmağını nəzərə alaq. Biz o vaxt uşaq olanda bu elə bu boydaydı. Bundan biraz balaca idi. Ona görə hardasa 100-dən çoxdur. Bir də bizim gözəl məhəlləmiz. Uşaqlığımızın keçdiyi gözəl məhəlləmiz. Burada da Qaragül var. Yuxarıda mən bayaqlar olduğum yerde qar daha çox idi. Nəinki burada. Burada azdı qar. O qaydası belədir də. Yuxarı çıxdıqca qar çox olur. Bizim uşaqlığımızın keçdiyi məhəlləmiz, gözəl məhəlləmiz. Burada bütün uşaqlığımızı burada keçib. İndi çox təəssüf ki, məhəllədə də adam az olub. Qalbində qışda o şey görürüm, heç adam yoxdur. Amma bütün halda rəhmət etsin böyüklər köçüblər, cavanlar da bir qismi buradadır. Çox az qismi də qalıb burada. Ona da min şükür. Şükür Allah ki, həyat davam edir.